Bura Qubadlı rayonunun Muratxanlı kəndidir. Muratxanlı kəndində nəhayət ki gəldim. Qoca nənəm Seyid Nurcahan nənəmin uyuduğu yeri, məzarını tapdıq. Allah Teala nənəmə rəhmət eləsin. Yeri cənnət olsun. Bu kəndin bütün dünyadan köçən sakinlərinə Allah rəhmət eləsin. Nənəm Seyid Nurcahan nənəm mənim atamın babası Seyid Məşədi Mirəlinin həyat yoldaşı olub və anamın da qoca babası Seyid Əliağa babamın bacısı olub. Demək o vaxtlar bizim babalarımızın daimi məskən yeri Laçın rayonu Seyidlər kəndi olub, amma qış vaxtı oralarda qış sərt keçdiyi üçün babalarımız qışı bax burada Qubadlının bu kəndlərində Muratxanlı, Xəndək və sair kəndlərində keçiriblər. Sonra yenə yaz vaxtı qayıdıblar öz yurtlarına. Bəziləri də, Seyidlərin bəziləri də Qarabağda keçiriblər qışı, sərt qışı. Nənəm də görünür o qış vaxtı olanda burada rəhmətə gedib, ona görə elə burada dəfn ediblər. Allah rəhmət eləsin dünyadan köçən əzizlərimizin hamısını. Və bu yerləri görməyi bizə nəsib etdi uca Allah'a şükürlər olsun. Bu yolda şəhid olan şəhidlərimizə Allah Teala rəhmət eləsin. Bütün şəhidlərimizin ruhları şad, yerləri cənnət olsun. Bura Qubadlı rayonunun Muratxanlı kəndi, kəndin mərkəzi, yolun sağ hissəsidir, yuxarı hissəsi.